Salam aleyküm Cumadaş. Aleyküm salam. Xoş gəlsin Zaqatalaya. Xoş Xoş gününüz gəlsən. olsun. İndi xoş gəlibsən deyəndə əlbəttə indi xoş gəlibsən niyə deyirəm? Bilirəm ki, Zaqatalalısan, Bakıda yaşayırsan. Nə varsan, nətərdir vəziyyət, nə işlərlə məşğulsan inşallah. Bir öz iş barədə bir balca məlumat versənə zəhmət olmasa. Mən Yasamalda yaşayıram, yeni Yasamalda. 77-nin axırı. Xaladelnik, paltaryan, toka taxılan hər şey, ütü, toz, sürət maşını, o işlərlə məşğulam. Məişət əşyalar. Ofislər açmışam, 2 dənə ofisim var. O işlərlə məşğulam. Çörəyim oradan çıxır. Baba, mən bildiyim qədər hərbiçidə işləyibsən. Eləmi? 7 il. Yəni vətənimizin ağır vaxtlarında, deyək, müharibə vaxtında, o vaxtlar 93-97. aysa 93-97-ci çox əziyyətlər görübsən. Ondan xəbərimiz var. Yəni ki, cəmaatın da ağzından eşitmişik deyən kimi, yəni siz özünüz də danışıb eşitmişik. Allah canınızı sağ eləsin. İndi hal-hazırda yəni ki, Bakıda olanda, Bakıda harda, imенно harda işləyirsən? Bir dənə adresi. Yeni Yasamalda. Yəni sənin bir veteran kimi gəlib görmək istəyənlər, danışmaq istəyənlər, səni işi ilə maraqlan. Gələnlər var, tanıyan, bilən. Yenə də bilməyənlər üçün deyək. Mən hal-hazırda Fəqan müəllimə bu necə deyim, bizdə şey var, Qarabağ Əllər Cəmiyyəti var. Bizim köhnə 2-ci Qarabağ şəhərlərində 20 yavaş şəhərlər xiyabanı olan yerdə Astivinin yanında. Orada işləyirəm, bunlarla işləyirəm. Fəqan müəllim dillə işləyirəm. Özüm də boş vaxtlarında ofislər açmışam, elektrik, tavar, toka taxılan hər şeyin təmirinə baxıram. Yox, gəlib bir səmimi söhbət eləmək istəyənlər, bir maraqlanmaq istəyənlər. Bir dənə əlaqə nömrəsi desənə, nə olar? Yasamalda. Kimsə gəlib görmək istəyər. Yasamalda 77-nin axırında ofisim var, ora gələ bilərlər. 77-nin axırında. 77-nin, amma özüm yaşayıram Şamaxinkada, Meşə Parkın yanında. Tapmaq rahatdır. 51 ilə 99, 374, 24, 64 mənim əlaqə nömrəmdir. Ay sağ ol, bu başqa. Yəni dostlar, bizim veteranımızla söhbət eləmək istəyən, vətən uğruna əziyyət çəkən oğlan olubdur, işləyir, özü də sənətkardır. Bakıda məişət əşyalarını, hər hansı bir məişət əşyalarını təmir eləyir. Fərqi yoxdur, kondisionerindən, ət maşınından, xaladenliyindən, yəni paltar yuyan maşın, fərqi. Yəni toka keçirilən nə aiddirsə, Bakıda yaşayanlar, Zaqatalıdır, lap buradan göndərib düzəltdirə bilərsiniz, problem yox. Belə bedava da eləyər yaxşı insanlara, yəni gözəl qəlbli insandır. Qarabağ qazilərinə, şəhidlərimizə orada kim gətirirsə pulunu almıram, pulsuz. Təmənnasız eləyirsən. Maşallah, maşallah, halal olsun. Allah canınızı sağ eləsin. Bir dənə yekunda mənə gözəl qardaşım, gözəl ürəkli qardaşım, sənə bir sual vermək istəyərdim. Bir Zaqatalalı olaraq, səmimi cavab verin amma. Buyur. Yəni Bakıda neçə ildir yaşayırsan? 5 ildir Bakıda. 5 ildir Bakıdasan. Uşaqları oxutmağa görə getdim Bakıya. İnşallah ki oxutdum, qurtardım. Hamısı bəli, gəldim. İş adamlarını işləyir. Buradakı evimi də satdım. Özüm hal-hazırda Bakıda Yasamalda yerləşmişəm, orada yaşayıram. Çox gözəl, çox gözəl. Kiminlə niyyəti var, xeyirli olsun. Amin. Bakı mı yaxşıdır, Zaqatala mı? Səmimi bir dənə cavab. Düzdür, belə götürəndə Zaqatala Azərbaycanın ən gözəl güşəsidir. Amma çörəyim Bakıdan çıxır. Mənim üçün Bakı. Əlbəttə bura da yaxşıdır. Amma bu dəqiqə mənim üçün Bakı yaxşı olmasaydı, gəlib buradakı evimi satıb Bakıya getməzdim. Mənim çörəyim oradan çıxırsa, mən oranı deyirəm. Amma burada gəlib kurot kimi qalıb 1 ay, 2 ay sayt eləmək, buradan gözəl yer yox. Amma yenə də məni görmək istəyən Bakıya gələ bilər. Bəli, çox gözəl. Sağ ol. Heç nə, səmimi cavabınıza görə təşəkkür edirəm Cumadaş. Var olun. Çox sağ ol. Həmişə gəlin, yəni gidib Bakıda da yaşasaz, xaricdə də olsaz, harda olursa olur. İnşallah yerimizi unutmayaq inşallah. Gəlirsən, gidirsən inşallah. Çox sağ olun, səmimi cavabınıza görə. Sağ olun. Allah razı olsun. Çox sağ olun. Sizə öz minnətdarlığımı bildirirəm ki, mən hər dəfə gələndə qonaqlıq verirsən, mənə çağırıb çay qonaqlığı, yemək qonaqlığı. Var olasın, borcumuzdur. Sizin kimi gözəl qardaşlara borcumuzdur. Sağ olasın. Allah cibinə bərəkət versin. Çox sağ olun. Allah ürəyimə baxıb versin. Həmişə qapında gözəl günlərə gələk inşallah. Çox sağ ol, var olun Cuma. Təşəkkür edirəm, sağ olun.